Atanızın şəhid olma xəbərini necə aldınız? 1994-cü il yanvarın 7-sində axşam radələrində Suraxanı Hərbi Komissarlığından bizə gəldilər və anamla mən evdə idik. Bizə bildirdilər ki, atam çox yaralı halda, ağır yaralı halda gətirilib hospitaldadır. Amma birinci bizə demədilər ki, şəhid olub. Biz düşdük, aşağı düşəndə bizi yönləndirdilər, binanın komendantın otağı var idi, birinci mərtəbədə. Bizə dedilər ki, biz bura buyurun. Biz içəri daxil olanda atamı tabutda gördük. Onda bildik ki, atam şəhid olub. Anam nə qədər xahiş etdisə, onu göstərmədilər. Son dəfə görmək istəyirdik. Bildilər ki, icazə yoxdur. Onun dəfnində dəhşət izdiham var idi. Bütün qonşular, qohumlar, hər kəs gəlmişdi. Hər kəs ağlayırdı, hər kəs kədərlənmişdi. Çünki onu dəhşət çox istəyirdilər. Həm qonşulardan, həm qohumlardan, öz döyüş yoldaşları da gəlmişdilər. Hər kəs pis olmuşdu, kədərlənmişdi ki, elə bir insan bu həyatdan köçdü. Çünki o qədər gözəl bir xarakterli, çox belə saf, çox mülayim xasiyyəti var idi. İnansı ona kimsə yaxınlaşıb ondan kömək istəsəydi, onun cibində pulu olmasaydı da, evində nə xörək bişibsə, həmin insanı evinə dəvət edərdi. O xörəyindən ona təklif edərdi. Gedəndə onun cibinə pul da qoyardı, əgər imkanı var idisə. Yəni, bu xarakterinə görə, bu xasiyyətinə görə də insanlar tərəfindən çox sevilirdi. Həmişə də hörmətlə yanaşırdılar. İnansız, mən böyüsəmdə, indiyə qədər də mən qabağıma qonşulardan kim çıxırsa, hamısı onun haqqında müsbət fikir bildirir. Heç kəsdən mən mənfi bir fikir ya da eşitməmişəm ki, kimsə ondan incik qalsın, kimsə ondan küskün, məsəl üçün, geçsin. Yəni, bu sözləri heç çox eşitməmişəm. Həmişə gözəl sözlər eşitmişəm, xoş sözlər eşitmişəm. Yəni, bunu eşitdikcə də daha da atama sevgim artıb, daha da qürur duymuşam ki, nə gözəl mənim atam olub. Amma çox heyif ki, düzdür, vətən sağ olsun, vətən uğrunda şəhid olub. Ancaq heç vaxt mən onu unutmayacağam. Nə qədər ki sağam, nə qədər ki yaşayıram, çalışacağım ki, onu yaşadım, tanıdım.